o dövrdə biz çalışırdıq və inandırım sizi ki, demək ki, mütəmadi olaraq Heydər Əliyev masasının üstündə iqtisadi məsələlər müzakirə olunurdu. Bir-birinin ardınca qərarlar qəbul olunurdu. Qanunlar qəbul olunurdu, ya hətta ki, mövcud qanunlarda dəyişikliklər edilirdi ki, bu sistemi biz hərəkətə gətirək istəyək. Bax, bir dedim, o manatla bağlı ki, belə bir proses olmuşdu. Mərkəzi Bankın sədri işdən çıxdı və biz sayılı günlər ərzində bütün Bakının küçələri bir ticarət məkanına çevrilmişdi. Valyuta alveri məkanına çevrilmişdi. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının nümayəndələri gəlirdi. Biz onlarla nahar fasiləsinə gedirdik, qayıdıb gəlirdik mənim qonaqlarım da nazir kimi. Yolda gələndə biz utanırdıq. Avtomobilin içərisində əlində dollar, manat belə təklifi ilə o ticarət edənlər, o alverçilər, belə bir biabırçılıq vardı. Mərkəzi Bankın rəhbəri işdən götürüləndən sonra 2 ay içərisində biz qanunvericilik bazasını Heydər Əliyevin rəhbərliyi altında necə işlər yazdıqsa, bütün o küçə ticarətini sivil, normal, icazəli exchange-lərə, yəni valyuta dəyişmə məntəqələrində köçürdük. Yəni bu biabırçılığa Azərbaycanda sıfırdan dövlət quruq. Sıfırdan, bəli, sıfırdan dövlət quruq. Təsəvvürünüzə gətirin ki, mənim şəxsən bir nazir kimi həyatımda nə qədər təhlükə vardı. 2 dənə əlində avtomat adam məni müşahidə edirdi. Yəni biz burada milyardlarla maraqların qapanmasından, qapadılmasından söhbət gedirdi.